Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında qəzaya uğrayan C-130 tipli hərbi nəqliyyat təyyarəsində həlak olan hərbiçilərin nəşləri Türkiyəyə göndərilib. Bu barədə TRT Xəbər məlumat yayıb. Bildirilib ki, onların nəşləri Türk Silahlı Qüvvələrinə məxsus A-400M tipli hərbi təyyarəyə yerləşdirilib. Məlumata görə, təyyarə yerli vaxtla saat 20:30-da Tbilisidən havaya qalxaraq Türkiyəyə doğru yola düşüb. Xatırladaq ki, noyabrın 11-də Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 tipli təyyarənin qəzaya uğraması nəticəsində 20 hərbiçi həlak olmuşdu. Gürcüstan-Azərbaycan sərhəddində qəzaya uğrayan hərbi yük təyyarəsində şəhid olan 27 yaşlı Berkay Karacanın atası Nedim Karaca açıqlama verib. Ata qəzadan bir gün əvvəl oğlu ilə telefonla danışıb. Oğlum mənə dedi ki, ata, sən çayı çox sevirsən deyə Azərbaycandan sənə çay aldım. Mənə zarafatla sataşırdı. Bir qrup adam getdi, sonra biz də gələrik dedi. Amma gələ bilmədi. Qəzada ölən İlhanın atası oğlumun arzusu şəhid olmaq idi. Təqaüdçü əsgər olan Nedim Karaca oğlunun da öz izindən gedərək hərbiçi olduğunu söyləyib. Oğlum işini çox sevirdi. 8 il xidmət etdi. Bu il təyinatla bağlı idi. Dəfələrlə deyirdi ki, ata qayıdacam. Köçürülmək üçün müraciət edəcəm. Amma nəsib olmadı. Dərin kədər içində danışan ata sözlərini belə tamamlayıb. Oğlumun toyunu yox, yasını edirəm. O anasına demişdi. Ana, mən şəhid olacam. Sən də vətən sağ olsun deyəcəksən, möhkəm dayanacaqsan. Yaşasın vətən.